Və studiyamızda qonaq Asteres Təlim və İnkişaf Mərkəzindən təlimçi Sevinç Mirzəyevədir. Xoş gördük sizi. Xoş görürük Sevinç xanım. Və əlbəttə ki, uşaqlar da xoşbəxt böyüməlidirlər. Uşaqlar şəxsiyyət kimi formalaşanda zənnimcə onlar sabah ailə quranda da artıq seçim etməyə bacaracaqlar və elə edəcəklər ki, onların bünövrəsi də düzgün qoyulanda ailələrində söz-söhbət az olsun və mübahisələr az olsun. Bunun üçün indidən əziz və hörmətli valideynlər, elə valideynlər var ki, deyir, mən əziyyətimi çəkmişəm, mən istəyirəm uşağım daha bilikli olsun, daha belə də şəxsiyyət olaraq özünə yer tapsın bu həyatda və P4C səhv etmirəmsə, bax belə gözəl bir proqram da var Asteres'də. İstərdim bu haqda siz danışasınız. Mən də hər kəsi salamlayıram. Bəli, çox düzgün nüanslara toxundunuz. P4C, Philosophy for Children və ya Philosophy for Communities, yəni uşaqlar və icma üçün fəlsəfə deməkdir. 4 inkişaf bacarığı üzərində fokuslanıb, hansı ki, buna yaradıcı, tənqidi, əməkdaşlıq və qayğıkeş düşüncə bacarıqları üzərinə fokuslanıb və onun inkişafı üzrə davam edir. Və nələri ehtiva edir? Başqa, bax, böyüklər üçünmü, yəni yaş həddi nə qədərdir? Hansı yaşlı uşaqlar bu proqrama cəlb olunur? 5 yaşdan etibarən uşaqlar... Nüansları nədir? 5 yaşdan etibarən uşaqlar bu metodologiyaya qatıla bilərlər. Həm müəllimlər, tələbələr, valideynlər, şagirdlər üçün keçərli olan bir proqramdır. Yəni, Sevinç xanım, bunu harada tətbiq ediblərmi, haradasa, hansı ölkələrdə tətbiq ediblərmi, faydası nə olub? Niyə məhz bu proqramı götürmüşük? Başqa alternativlər də vardımı? Belə deyim mən sizə, 1960-cı illərdə Matthew Lipman tərəfindən Amerikada irəli sürülən bir metodologiyadır. Matthew Lipman universitetə gedir və tələbələrin içərisinə daxil olduğu zaman görür ki, öz fikirlərini ifadə edə bilmir ətraflı şəkildə və o zamanla başa düşür ki, bu bacarıqlar uşaqlıqdan təməli qoyulmalıdır. Çünki özümüz də bilirik ki, yeniyetmə və gənclik dövrlərində bunları inkişaf etdirmək mümkündür, lakin biraz zaman alır və çətin olur. Ona görə də uşaqlıq yaş dövrlərindən bunun inkişafı üzərində dursa valideynlər daha yaxşı olar ki, onlar da gələcəkdə öz fikirlərini aydın şəkildə ifadə edə bilsinlər. P4C, belə deyək ki, uşaqların mövcud olan maraq və araşdırma qabiliyyətləri üzərində fokuslanıb, həmçinin onların tənqidi, yaradıcı düşünmə bacarıqları üzərində də inkişaf etdirilməsi üçün yönəlilən bir metodologiyadır. Kimlər bu təlimi keçirlər uşaqlara? Əsasən daha çox belə deyək, sürətlə kim qavrayır? Qız uşaqları, yoxsa oğlan uşaqları? Əslində bunun bir cinsiyyəti yoxdur. Həm uşaqlar, daha doğrusu həm qızlar, həm oğlanlar qatıla bilirlər. Valideynlər də hətta qatılırlar öz övladları üzərində tətbiq etmək üçün. Məktəbdə müəllimlər belə qatılırlar ki, dərsdə bunu necə deyək, tətbiq edə bilsinlər. P4C nəinki uşaqların öz şəxsi həyatlarında, hətta məktəb dərslərində belə özünü biruzə verir. P4C-ni biz beyin gimnastikası kimi düşünməliyik. Ona görə ki, uşaqlar qısa zaman ərzində fikirləri təhlil etməyi, öz fikirlərini analiz etməyi, suallar verməyi bacarırlar. Daha sonra necə deyək, öz fərqli fikirlərə hörmət etməyi bacarırlar, fərqli fikirləri dinləyirlər, disiplinaya uyurlar, yəni bir-birlərinin sualları dinləməyi bacarırlar deyə. Ona görə də məktəbdə də bunlar öz, necə deyək, biruzəsini göstərir. Sevinç xanım, bunların bu uşaqların təlimçiləri, yəni ibtidai sinif müəllimlərdimi, psixoloqlardımı, hansı bir fən müəllimidirmi? Yəni bu təlimçilər kimlərdən təşkil olunur? Təlimçilər sırf P4C-nin təlimlərini alan mütəxəssislərimizdir və uzun müddət bu işlə məşğul olan təlimçilərdir. Yalnız uşaqlara yox, həmçinin müəllimlərə belə bu təlimləri keçirlər. Və P4C-nin belə sizə keçirilmə qaydasını da mən izah etmək istəyərdim ki, P4C dairə formasında təlimçilər tərəfindən aparılır. Biz indi görürük. Bəli, soruşa bilərsiniz ki, niyə dairə formasında? Elə onu soruşurum, niyə məhz dairə formasında? Ona görə ki, uşaqlar bir-birlərinin hamısı üzlərini görsünlər və biz də uşaqların üz cizgilərini belə rahatlıqla görə bilək və kiçik yaşlı uşaqlar üçün oturacaqları məsləhət görürük, yəni yuxarıdan olan oturacaqları, böyük yaşlı uşaqlar üçün yerdən olan oturacaqları məsləhət görürük. Onu da qeyd edeyim ki, bəzən olur ki, məsələn, uşaqlara kiçik döşəkçələri oturanda onlar az yaşlı olduqlarına görə rahatlıqla hərəkət edirlər, konsentrasiyalarını itirirlər deyə onlara hündür oturacaqları yəni məsləhət görürük əyləşmələrini. Nə qədər müddət olaraq davam edir, yoxsa bu da fərdidirmi? Qruplar neçə nəfərdən ibarət olur?
Proses özü həftədə neçə gün olur, neçə saat davam edir? Ümumiyyətlə bundan bağlı. P4C ümumiyyətlə fərdi formada keçirilən bir metodologiya deyil, yalnız və yalnız qrup şəklində olur və qrupda da 10-20 arası uşaq sayından ibarətdir ki, uşaqlar bir-birlərinin fikirlərini dinləməyə bacarsınlar, eşitsinlər, dünya görüşləri açılsın. Nə qədər çox uşaq varsa, bir o qədər də uşaq orada daha çox inkişaf edə bilir. Aha. Və bundan başqa siz bir məsələni mən xüsusilə vurğulamaq istəyirəm. Bizim izləyicilər, bizim bölgələrimizdə kifayət qədər çoxlu sayda izləyicimiz var. Və proqramlar onlara çox cəzb edici gəlir. Özləri də öyrəniblər, zənglər bizim studiyada gələndə qonaq həmişə, yəni biz bəzən təəssüf ki, çatdırmırıq bu sualları verməyə, amma bölgələrimizdə yəni onlayn qoşulmalar varmı? Asteriyasda hansı başqa təlimlər var ki, bizim bölgələrimizdə olan uşaqlar da bu günlərin onlayn vasitəsilə həmin bu məşğələləri, bu təlimlərə cəlb olunsunlar. Bəli, təbii ki, P4C onlayn formada da qatıla bilərlər. Ümumiyyətlə, P4C UNESCO tərəfindən təsdiqlənmiş bir proqramdır və 60 ildir ki, bütün dünyada tətbiq olunur. Azərbaycanda da ilk Asteriyas Təlim və İnkişaf Mərkəzi tərəfindən tətbiq olunan bir proqramdır və proqramın sonunda uşaqlar Pearson təsdiqli sertifikat əldə edirlər. Bu da ki, çox yerdə tanınan bir sertifikatdır. Qaldı ki, bəli, dediyim kimi onlayn formada qatıla bilirlər. Nəinki P4C-yə, hətta öz bilimə, nəşriyyata, daha sonra həyat məqsədinə uyğun karyera proqramına və keçən dəfə də biz qeyd etmişdik, bizdə Art Center var, hansı ki, uşaqlar burada incəsənətlə məşğul olurlar. 1 iyun tarixində bizdə Uşaqlar Gününə özəl sərgimiz keçiriləcək və sərginin əsas məqsədi xeyriyyədir. Oradan gələn gəlir talasemiyadan əziyyət çəkən uşaqlara sərf olunacaq. Əhsən sizə. Səs xanım, burada bir məsələ var. Yəni uşaqların xarakterləri çox fərqli olur. Məsələn, uşaqlar var ki, gec danışır, az danışır, qapanıq olur, yəni xaraktercə. Bu uşaqları ortamda belə deyək, o tərəzini necə yaratmaq mümkün olur? Bəli, və uşaqlar da var ki, çox hiperaktivdir. Bir yerdə oturmurlar. Uşaq var ki, bir mövzu deyərsən, küsər onunla bağlı ümumiyyətlə danışmaz. Yəni, özdə nəzərə alsaq ki, indi o xasiyyət aralarında fərqlər daha çoxdur. Yəni, hər uşaq ayrı bir hekayədir. Düzdür. Belə mən sizə deyərdim ki, ümumiyyətlə P4C-də uşaqları məcbur etmə deyilən bir şey yoxdur. Uşaqlar yalnız və yalnız öz istəklərlə əl qaldırıb cavab verə bilərlər. Hiperaktiv uşaqlara gələndə isə onları disiplinaya uydurmağa çalışırıq. Məsələn, uşaqlardılar, istər-istəməz bir-birlərinin fikirlərini bölməyə, daha doğrusu sözlərini bölməyə çalışırlar, tez öz fikirlərini demək istəyirlər. Bu zaman biz onları gözləyirik, onların fikirlərini qəbul etmirik və deyirik, yoldaşın bitirsin, daha sonra sən öz fikrini de. Və onlar bu bir dərs, 2 dərs, artıq 3-cü dərsdə mütləq şəkildə əl qaldırıb öz fikirlərini söyləyirlər. Bəs öz fikrini demək elə Mehman demişdi, utanan uşaqlar da var. Yəni çox belə də sosiallaşmaya, hətta tam belə təmasa getməyən uşaqlar, bəs onlarla necə davranırsınız? Bilirsiniz necədir Aytən xanım? P4C-də ümumiyyətlə səhv və yaxud da yanlış, doğru və yaxud da yanlış fikir deyilən bir şey yoxdur. Uşaq olub burada iştirak etmək istəyərdim. Buyurun, ha? Yanlış və doğru fikir olmadığına görə uşaqlar burada öz fikirlərini rahatlıqla ifadə edə bilir. Bəli, sizin dediyiniz kimi P4C-yə qatılıb da utanıb öz fikirlərini deməyən uşaqlar var. Amma onlar bir müddətdən sonra görürlər ki, öz yoldaşları, qrupda olan iştirakçılar öz fikirlərini rahat şəkildə ifadə edir. Onlar üçün yanlış belə olsa, onların, necə deyək, biz demirik sənin fikrin doğrudur və yaxud da sənin fikrin yanlışdır. O bunu görərək öz fikirlərini aydın şəkildə ifadə etməyi bacarır və öz güvənli şəkildə ifadə edə bilir. Çox möhtəşəmdir Sevinç xanım. Bizə çoxlu sayda valideyn baxır, bizə çoxlu sayda uşaqlar da baxır. Üzr istəyirəm. Onlara hər hansı bir tövsiyəniz varmı? Hər hansı bir ola bilsin ki, bir deməyə və əlavə etməyə hər hansı bir sözünüz var? Buyurun. Bəli, bizim sözlərimiz çoxdur əslində valideynlərə. Bunlardan da biri odur ki, nə qədər erkən yaşda öz övladları ilə məşğul olsalar, nə qədər erkən yaşda bu metodologiyalara qatılsa uşaqlar, bir o qədər də gələcəkdə öz təsirini göstərəcək və sağlam bir fərd kimi uşaqlar yetişəcəklər. Asteriyası mən çox sevirəm dostlar. Orada çox gözəl proqramlar var. Hələ biz bugün biri barədə danışdıq, P4C. Amma orada neçə-neçə müxtəlif proqramlar var ki, onlar hər biri uşaqlarımız, valideyn nə istəyir? Uşaqlığı öz fikrini ifadə eləməyə bacarsın. Uşaq ona kimsə nə söz deyəndə susub dayanmasın. Bəli, və eyni zamanda da artıq bilsin uşaq, yəni məqsədi nədir? Bundan başqa fikrini ifadə etmək, belə deyək, o xoşbəxtlikdir. Hər kəsə nəsib olmur. Bəzən elə insanlar var ki, üstünə kimsə gələndə çoxu susur və qaçır. Amma öz fikrini ifadə etmək bu günlərin valideyn üçün də böyük bir xoşbəxtlikdir. Uşağını elə görəndə ki, Asteriyas Təlim və İnkişaf Mərkəzi sizin üçün, dostlar, sizin balalarınız üçün qapılar açıqdır. Sevinç xanım təlimçi, təşəkkür edirik. Sevinç Mirzəyeva studiyamızda qonaq idi və bugünlük bizdən bu qədər.